Bizə uşaqlıqdan öyrədiblər. Yaxşı ol, dürüst ol, hamı səni sevəcək və uğur özü gələcək. Amma böyüdükcə bir həqiqətlə üzləşirik. Sistem dürüstləri yox, oyunun qaydalarını bilənləri mükafatlandırır. Hər kəsin pis olduğu bir yerdə yaxşı qalmağa çalışan kəs mütləq məhv olacaq. Bugün biz etik prinsiplərlə hakimiyyət həvəsi arasındakı o qaranlıq boşluğu, yaxşı insanların niyə uduzduğunu mühakimə edirik. Heç vaxt ağanı kölgədə qoyma. Çox vaxt yaxşı işçilər elə bilir ki, nəticə özü danışacaq. Amma reallıq budur ki, əgər siz rəhbərinizdən daha ağıllı görünürsünüzsə, siz onun üçün bir təhlükəsiz. Yaxşı olmaq kifayət deyil. Kimin egosunu necə bəslədiyinizi bilməlisiniz. Bakıdakı korporativ mühitdə ən çox iş görənlər yox, ən az düşmən qazananlar zirvəyə çıxır. Bu bir paradoksdur. İstedadınız sizin qəbirdaşınız ola bilər. Sevilmək mi yaxşıdır, yoxsa qorxulmaq mı? İdealda hər ikisi. Amma seçim etmək lazımdırsa, məncə qorxulmaq daha təhlükəsizdir. Çünki sevgi minnətdarlıq zənciri ilə bağlanır və insanlar öz mənfəətləri üçün bu zənciri asanlıqla qırırlar. Amma qorxu cəza qorxusudur və o heç vaxt sizi tərk etmir. Sizin yaxşılığınız qarşı tərəf üçün çox vaxt istifadə edilən zəiflik kimi kodlaşdırılır. Oyun nəzəriyyəsində məhbusun dilemması adlı bir anlayış var. Əgər hər kəs dürüst olsa, hamı qazanır. Amma əgər biri xəyanət etsə, o daha çox qazanır. Bizim müasir sistemimiz xəyanət edənin mükafatlandırıldığı bir simulyasiyadır. Siz dürüst qaldıqca, sistem sizi resurs kimi istifadə edir. Paradoks buradadır. Yaxşı qalmaq üçün biraz da pisliyin necə işlədiyini bilməlisiniz. Silahınız olmaya bilər, amma silahdan necə qorunmalı olduğunuzu bilmək məcburiyyətindəsiniz. Yaxşı insan olmaq bir seçimdir, amma saf olmaq bir xətadır. Sistem sizi əzməyə çalışanda əlinizdəki dürüstlük qalxanınız mı olacaq, yoxsa kəfəniniz mi? Hər kəsin pis olduğu bir yerdə yaxşı qalmağa çalışan kəs mütləq məhv olacaq fikri doğrudurmu? Yoxsa biz hələ də o köhnə yalanlara inanmaq istəyirik? Seçiminiz gələcəyinizi mühakimə edəcək. Paradoks kanalına abunə olun. Oyunu öyrənin.